təəssüflə deyirəm, həm siyasi dairələrdə, həm elmi dairələrdə çox güclü məzhəbçilər var və bunlar Şah İsmayıl Xətaiyə qarşı düşmən bir obraz yaradırlar. Güya Şah İsmayıl Xətai Əbu Hənifənin qəbrini dağıdıb, Sultan Yavuza qarşı döyüşdə öldürüb, güya müsəlmanları qırıb, güya Fərrux Yasarın qəbrini dağıdıb, Şamaxıda belə eləyibdir. İndi gəlin buna bir hissəsə baxaq. Bəli. Sevinç xanım, birinci, Fərrux Yasarın qəbrinə baxaq. 1975-ci, 70-ci illərdə Bakıda Fərrux Yasarın ailə qəbirstanlığının araşdırılması aparıldı. Həmin sənəd İzvestiya Akademiya Nauk silsiləsində 1970-ci illərdə silsilə ilə çıxdı. Araşdırma nəticələri göstərdi ki, heç bir Şirvanşahların məzarı dağılmayıb. Hamısı yerindədir və hətta qəbirlərin sayına qədər qoyublar. Bu birinci inkar, yəni yalanı inkar işi. İkinci deyirlər ki, Şah İsmayıl Xətai Şamaxıda qırğın törədib. Gəlin bu məsələ, Şirvanda qırğın törədib. İndi gəlin məsələ baxaq. Bilirsiniz ki, o dövrdə güc qazanmaq üçün, başqa hər kəs bir ərazidə özünə güc qazanmaq üçün döyüşlər aparırdı. İndi Şah İsmayılın atası döyüşlər üçün Gürcüstana da gedib döyüşüb, Şirvan ərazisinə gəlibdir. İndi Şirvan ərazisində də bunu uduzub, məğlub olub, bunun başını kəsiblər, top kimi oynadıblar, sonra anasına göndəriblər Şah İsmayılın təhqir edici formada. Bu da bir övlad kimi qisasçılığını almağa çalışıb. Səhvdir, düzdür, indi bu dəqiqə hər kəs deyəcək səhvdir, amma hər kəs öz atasına, ailəsinə bir şey olsa, onun qisasını almağa çalışacaq. İkinci, Şah İsmayıl Xətaini ittiham edir ki, gedib Əbu Hənifənin qəbrini dağıdıb. Əgər Şah İsmayıl Xətai Əbu Hənifənin qəbrini dağıdıbsa, hakimiyyətdə Sultan Bəyazid idi də, müharibəni Sultan Bəyazid eləyərdi də. Sultan Səlimin atası idi də və əgər onların doğrudan da inanc sisteminə böyük bir təhqir olsaydı, siz inandıram ki, o 200 minlik Osmanlı ordusu dökülüb gələrdi. Niyə Sultan Səlim müharibəyə başladı? İkinci, Sultan Səlimin Şah İsmayılı dindən kənar etməsinin səbəbkarı bilirsin nədir? Sultan Səlimin sağ əli İdris bəy Bitlis'in kitabı var. Kürd əslidir. Adamın əslinə yazır ki, mən harada Şiə Türk başı kəsəndə xoşbəxt oluram. 7 yaşından 77 yaşına qədər Anadolu'da 70 mindən çox insanı İdris Bitlis Osmanlılar qətl ediblər. Niyə bu faktı açıqlamırlar Anadolu'da? Adın Şiə kafir qoyub, dindən dönmüş deyib, 70 min şəxsin başını kəsiblər. Şah İsmayıl nə etməlidir? İkinci, Şah İsmayıl Xətai deyirlər ki, Vatikanla əlaqəyə girib, Avropa ilə əlaqə girib. Yaxşı, Sultan Bəyazidin məktubları var, Vatikana məktubları var. İstənilən vaxt gəlsinlər, çıxardım, qoyum qarşılarına. Adam yazır ki, mən Vatikana yazır ki, bütün o Avropa ölkə yazır ki, sizin gəmilərinin bizim torpaqlarımıza üzməsinə, gəzməsinə və yaxud da silah daşımasına biz icazə veririk. Yaxşı, Şah İsmayıl Vatikana məktub yazır, Sultan Səlim məktub yazır. Şah İsmayıl Türk oğlu Türkdür. Şah İsmayıl Xətai Azərbaycan tarixinin böyük şəxsiyyətidir. Şah İsmayıl Xətai haqqında deyilən fikirlər hamısı yanlışdır. Şah İsmayıl Xətai heç kimin qəbrini dağıtmayıb. Şah İsmayıl Xətai öz anasını öldürməyib. Çünki bunu Avropalı səyyahlar təsdiq ediblər ki, Şah İsmayıl Xətainin anası 80 yaşında öldürübdür. Şah İsmayılın öldürdüyü şəxs onun dayəsi idi. O da ona görə öldürdü ki, Şah İsmayıl Xətainin sirlərini öz dayısı oğluna informasiya ötürürdü. Gödək Əhməd vardı. Ona informasiya kimi ötürürdü. Bu da Şah İsmayıl da hər bir dövlət xadimlər etdiyini etmişdi. Satqınlar heç də bağışlanmır. Doğrudur. Şah İsmayıl Xətai o boyda Şeybani xana qalib gəldi. Şeybani xana qalib gəlməsinin səbəbkarı buydu ki, Sultan Bəyazidlə Şah İsmayıl arasında yazışma vardı. Bunlar böyük bir turan yaratmaq istədilər. Amma indi məhzəbçilər bunu başqa cür yozurlar. Xüsusən də bu Ərəbistandan maliyyələşən bu Vəhabilərin bu radikal qanadı bunu şeylər və hətta onların bəzi alimləri, bəzi ictimai xadimləri də Şah İsmayıla qarşı düşmən kəsiblər, Babəkə qarşı düşmən kəsiblər. Sanki Babək Ərəbə qarşı savaşda bunun atasını öldürübdür. Babək Ərəbə qarşı savaşıbsa öz coğrafiyasını qorumaq üçün çalışıb. Babəkin mübarizəsinin kökündə milli azadlıq mübarizəsi idi. Şah İsmayılda Sultan Səlimin, Türk Osmanlıların teokratik rejiminə qarşı teokratik bir sistemin qurdu da. İndi biri bu Peyğəmbər ailəsini sevir, biri sevmir. Yəni, indi Peyğəmbər ailəsini sevən Səfəvilər nə günahkardılar ki, onlar, hətta Şah İsmayıl Xətai Çaldıran savaşında Sultan Səlimi təhbətə döyüşə çağırdı ki, gəl kişi kimi qarşı-qarşıya çıxaq, bir Türk əskəri ölməsin. Sən məni məğlub eləsən, bura sənindir.
Sən məğlub olsun, götür qoşunu çıx get. Çıxmadı, Malkoçoğlu'nu göndərdi. Malkoçoğlu'nun vurdu. Sonra Şah İsmayıl Xətayinin çox xaincəsində top atəşinə tutdular. Şah İsmayıl qaçmadı. Şah İsmayıl gördü ki, vəziyyət pisdir. Geri çəkildi və orada çıxanda onun bir sözü də var. Hətta bunu Türk mənbələr yazır ki, o dedi ki, mən təslim olmadım. Mən geri dönəcəm. Mən sadəcə döyüşü məğlub oldum, amma mən təslim olmadım. Bu fikirlər var. Yəni Şah İsmayıl Xətaya aparılan bu qara yıxma Azərbaycanın 500 illik tarixindən olan bir ləkədir. Yəni bunlar hesab edirlər ki, Şah İsmayıl Xətayı bu Hənəflərə qarşı savaşıbsa, Vəhhabiliyin bir radikal qanadına savaşıbsa, Şah İsmayıl Xətayı pisdir. Niyə pis olsun ki? Onda belə çıxır ki, Azərbaycan əhalisinin, böyük şəxsiyyətlərin böyük əksəriyyəti Əhl-i Beyt tərəfdə olur. Onun hamısı pisdir. Heç bir göstərilər kimi olubdur. Əgər hadisələr də olubsa, döyüşlər olubsa və bu tarixdə bu hadisələr faktını tapırsa, bu da dövrün tələbi idi. Uzun Həsənin vəsiyyətnaməsi var ki, türklər şeyə toxunmayın, bir türk əskəri öldürməyin, Osmanlı əskəri öldürməyin. Bu vəsiyyət var da. Şah İsmayıl Xətai da bu vəsiyyəti, babasının vəsiyyətini olur, döyüşmək istəmirdi. Amma dedi ki, çıxaq qarşı-qarşıya, hansımız qalib gəlsə, torpaq onundur da. Çıxmadı. Malkoçoğlu çıxdı, o da məğlub oldu. Şah İsmayıl Xətai nə etmədi? Şah İsmayıl Xətai da deyirlər həyat yoldaşı qaçırılıb. Bunu Türk Osmanlılar ortaya atmış bir fikirdir. İskəndər Pala kitabında yazıb. Belə bir fakt yoxdur. Nə Taclı Bəyim, nə Bəhruzə, heç bir əsir düşməyibdir. Onlar şahla bərabər, birisi də bacılar dəstəsi olubdur. Səfəvi ordusunun qadın döyüşçüləri, bacılar olubdur və 30 minə qədər də orada qadın döyüşçülər olublar. Və onlar imkan verməzdilər ki, Şah İsmayıl Xətainin xanımı, Şahın xanımı əsir düşsün. Yəni bacılar aktiv döyüşçü idilər. Bəli, onlar çox böyük bir döyüşçü dəstəydilər. Hətta Şah İsmayılın ordusunda böyük bir yer tuturdular və hətta bacılar haqqında çoxlu faktlar var ki, onlar təkcə Şah İsmayıl dövrü deyil, ondan da qabaq dövrü olublar və ondan sonra dövrdə olublar. Amazonkalar kimi. Biz onu Amazonka deyirik, Yunan dilindən deyirik. Amma Azərbaycan coğrafiyasında qadın döyüşçülər haqqında mifik deyilən fikirlər olsun, amma onlar real həqiqəti tapılar ki, bizdə qadın döyüşçülərin sayı çox olub. Hətta İskəndərin yürüyüşü vaxtı, onun qarşılarından biri də biz yerli döyüşçülərdən biri Testel Soris idi. Hətta bunu Herodot da yazıb, bunu Strabon da yazıb və bunu bütün Yunan müəllifləri yazıblar ki, Bərdəyə yaxın bir yerdə görüşübdü. Bu real bir şəxs olubdu. Düzdür, Nizami Gəncəvi onu bədiləşdirib, müşahibə adı veribdi, amma Testel Soris adlı bir qadın olubdu, qadın döyüşçülər olubdu. Partaf Bərdə, hərə bir çəkilir, o şəhərin başçılarından biri olubdu. İskəndərin Bərdəyə gəlməsi olmuyubdu. Sadəcə İskəndərin yerləşdiyi yerə bunlar çıxıb gediblər, ona dostluq təklif ediblər, onun dəstəsinə olublar və hətta Hindistan səfəri vaxtı da o qadın döyüşlərin birində öldürülübdü. Yəni bu real faktdır, döyüşçülərimizin olması, qadın döyüşçülərin olması. Və bacılar təşkilatı da bu bir növ vərəsəlik bir şeydir və bacılar dəstəsi olubdu və hətta tək orada yox, Cümhuriyyət dövründə də qadınların döyüşçüləri olublar. İndi biz Qarabağ müharibəsində görürük, birinci Qarabağ müharibəsində görmüşük. Yəni Şahın xanımının əsir düşməsi fikrini çox ciddi qəbul eləməsinlər. Hətta çox gözəl bir tarixçimiz var, Əhbər Nəcəf, Məhbubə Cəfər. Bunlar insanlar da öz tədqiqatlarında göstəriblər ki, belə bir fakt olmuyor.